Heç olub ki, Word-də uzun bir mətn yazmısınız və sonra görmüsünüz ki, bütün yazılar böyük hərflərlədir. Bu videoda onu bir neçə saniyəyə necə düzəltmək lazım olduğunu göstərəcəm. Salam, karyera alətləri ailəsi. Bəzən biz ekrana baxmadan Word proqramında bir mətn yazırıq və o mətni bitirdikdən sonra ekrana baxdığımızda bütün mətnin sözlərini böyük hərflərlə yazdığımızı görürük. Bu zaman mətni silməyə ehtiyac yoxdur. Bunun üçün iki üsul göstərəcəm. Bunun birincisi, bütün videolarımda bildirdiyim kimi ən önəmli üsulla olan qısa yollardır. Və birinci üsulumuz isə qısa yoldur. Bunun üçün mən həm Windows, həm də MacBook-da bunu necə edəcəyimizi göstərəcəm. Məndə MacBook olduğu üçün öncəliklə MacBook-dan başlayaq. MacBook-da biz bunun üçün nə edirik? İlk öncə mətnimizi seçirik. Mətnimizi seçdikdən sonra Shift, Fn, F3 bastığımızda gördüğünüz kimi bütün sözlər balaca hərflərlə yazıldı. Eyni zamanda Shift ilə F-ni basılı saxladığımızda F3-ün üzərinə bir daha vurduğumuzda gördüğünüz kimi ilk sözün birinci hərfi böyük yazıldı. Hətta hər bir cümlədə birinci hərf böyük hərfdir. Yəni normal cümlədə yazdığımız kimi olması gerəkən hala gətirir. Bir daha bastığımızda yenidən əvvəlki vəziyyətinə qayıdır. Dostlar, İndi isə Windows'da bu proses necə gedir? Windows'da isə sadəcə mətni seçirik və Shift F3 düyməsini bir yerdə basırıq. Hər bastığımızda bütün sözlər kiçik hərflərlə yazılır, ikinci böyük hərflərlə yazılır, üçüncü isə hər sözün ilk hərfi böyük yazılır. MacBook-da bu yoxdur, amma Windows'da bu var. Yəni, məsəl üçün MacBook-da göstərir, Shift, Fn, F3-ü mətni seçirik. Shift, Fn, F3. Gördüyünüz kimi bütün hamısı bir balaca oldu. Bir daha bastığımda böyük oldu. Bir daha basıram, yenidən qayıdır böyük hərflərə. Amma Windows'da isə üçüncüdə bütün hərflər, bütün sözlərin baş hərfləri, birinci hərfləri böyük yazılır. Belə dostlar, bundan əlavə gəlirəm ikinci üsula. Bu isə yuxarıdakı panellə edirik. Bu Windows'da da MacBook-da da eynidir. Yenə mətni seçirəm. Yuxarıda AA case-i var. Buraya gəlirəm və gördüyünüz kimi sentence case bastığımda normal olaraq bütün cümlələrin birinci sözünün birinci hərfi böyük yazılır. Belə dostlar, siz bu paneldəki bu bölməklə istədiyinizi eləyə bilərsiniz. Balaca hərflərlə yazılır, hamısı böyük hərflərlə yazılır. Gördüyünüz kimi bütün sözlərin birinci hərfləri böyük yazılır. Belə dostlar, burada isə əksinə bütün hamısı böyük hərflə yazılır, sadəcə birinci hərf balaca yazılır. Bu bizə lazım deyil, heç bir yerdə lazım olacağını düşünmürəm. Belə dostlar, bugünkü dərsimizdə belə. Bugün işdə bununla qarşılaşdım və düşündüm ki, bir çoxumuz qarşılaşa bilərik. Ona görə bu videonu çəkdim. Qarşılaşdığım problemlərdən yola çıxaraq videoları sizin də qarşılaşa bilərsiniz deyə düşünərək çəkirəm. Və beləcə bir baza yığılır, həm Word-də, həm Excel-də. Və dolayısıyla günün sonunda bütün dərslərdən danışmış olacağıq. Oynatma listələrində Word-u, Excel-i ayrı vermişəm. Oradan rahat bir şəkildə idarə edə bilərsiniz. Belə, görüşənədək dostlar, özünüzə yaxşı baxın. Gələn dərsdə görüşənədək.